Niye göy mavi görünür? Heç düşünmüsənmi? Niye göğe baxanda her şey mavi rəngdə görünür? Halbuki güneş ağ ışıq saçır. Bunun səbəbi işığın və atmosferin çox maraqlı bir fizika qanunudur. Güneşdən gələn işıq əslində bir neçə rəngdən ibarətdir. Qırmızı, narıncı, sarı, yaşıl, mavi və bənövşəyi. Bu rənglər birlikdə ağ işıq yaradır. Amma bu işıq yer atmosferinə daxil olanda hava molekulları ilə toqquşur və burada vacib bir hadisə baş verir. Rayleigh səpələnməsi. Bu prosesdə qısa dalğa uzunluğuna sahib olan rənglər, yəni mavi və bənövşəyi işıq daha çox səpələnir. Bənövşəyi işıq daha çox səpələnir. Amma insan gözü mavi rəngi daha yaxşı görür. Ona görə biz göyü mavi görürük. Sadə desək, günəş işığı atmosferdə dağılır. Mavi işıq daha çox yayılır və göy mavi görünür. Gün batanda isə işıq daha uzun yol qət edir. Mavi rənglər artıq itir və göy qırmızı-narıncı rəng alır. Əslində göy mavi deyil, biz onu mavi görürük.